Sual belədir ki, pasiyentimizin: Salam doktor, hepatit B, qaraciyərdə fibroz F3 diaqnozu qoyublar. Mənim sağalma ehtimalım varmı? Hepatit B, xroniki hepatit B-nin tam sağalması ümumiyyətlə belə deyək, hazırki müalicələrlə tam müalicəsi haqqında söhbət getmir. Virus əleyhinə preparatlar var, entikavir tərkibli, tenofovir tərkibli preparatlar deyək ki, onlar hepatit B-ni inkişafdan saxlayır. Amma tamamən məhv eləmir. Əgər biz o preparatları bir dövr kəssək, saxlasaq, bir dövrdən sonra həmin hepatit B-nin qanda analizləri təkrarlaya bilər. Bu mərhələdə hepatit B-ni yoxlamaq lazımdır. D hepatitin, delta hepatitini mütləq yoxlamaq lazımdır. Çünki hepatit B ilə yanaşı delta hepatit də inkişaf edə bilər. O xəstəliyin proqnozu üçün çox vacibdir. Əgər o olanda xəstəlik daha pis gedişatda olur, müalicəsi daha çətin olur. F3 desək fibrozdur, o tam geriyə qayıtmayacaq. Tam ən güclü müalicə ilə belə, o ancaq F2-yə qayıda bilər. Bu vəziyyətdə olsa da belə vəziyyətlərdə də xəstələr normal həyat tərzi ilə uzun müddət rahat şəkildə yaşaya bilirlər.